Atasının xəyanəti ilə böyüyən pasiyentim dedi ki, uşaqlıqdan inanırdım ki, ikinci qadınlar daha çox sevilir. Anam həmişə atama deyirdi, saxladığın bütün gün özünə baxır, səndən heç nə tələb etmir, mən sizə ev, uşaq, pampres, çörək, pul, bunların hamısını sənə deyirəm. Sən isə hara qaçırsan? Onun yanına. Bəs mən bu evdən hara qaçım? Uşaq bunları eşilə böyüyür. Kişi kimi sevir? Evdə əziyyət çəkənini yoxsa kənardakı qadını? Və uşaq beyni belə nəticə çıxardır ki, deməli dəyərli olmaq üçün ikinci qadın olmalısan. Və nə baş verir? Bu xanım böyüyür, subay kişilərlə münasibət qura bilmir, həyatına yalnız evli kişilər girir. Uşaq beynində evdə əziyyət çəkən qadın bərabərdir dəyərsiz, kənardakı qadın bərabərdir sevilən modeli yaranır. Qadın böyüyəndə sevgi dili ilə travmanı ayırt edə bilməyib. Bu ikinci qadının psixologiyasını, ata xəyanətlərinin qız uşağında yaratdığı sevgi modelini və bunların kodlarının necə qırıldığını fevral seminarında dərindən öyrənəcəyik. Son zamanlarda pasientlərimdən daha çox eşidirəm ki, mənə deyirlər ki, ərimə deyirəm gəl gedək gəzək. Şərt deyək ki, bahalı yerə gedək, pul xərcləyək, bir stəkan kofe içək. Heç onu içməsək də olar. Ən azından bir parkda oturaq, nəfəs alaq, mən gəzmək istəyirəm. O da deyir ki, yorğunam, işlərim var. Amma həmin an dostu zəng eləsə, ya anası desə ki, gəl falan şey harasa apar, o yorğunluq bir anda keçir gedir. Və mən də bu iblikdən soyuram. Baxın, burada məsələ kofe içmək deyil. Məsələ qadının məni seç, mənlə bərabər ol mesajıdır. Kişi isə indi yox deyir. Burada qadının səhvi bundan ibarətdir ki, qadın hissini gizlədir, sözünü dolayısı yolla deyir. Gəl gəzək deyir. Mən səni sevirəm, sənin üçün darıxmışam, səninlə bərabər olmaq istəyirəm demir. Gəzmək istəyirəm deyir. Burada kişinin səhvi qadının sözünü düz məna ilə başa düşməsidir. Elə bilir ki, qadın məhz kofe istəyir. Yox, qadın diqqət istəyir və sevgi istəyir. Dost zəngi gələndə enerji tapıb gedirsə, deməli əslində məsələ onun yorğun olmağında deyil. Kimi birinci sıraya, kimi ikinci sıraya qoymağındadır. Fevral seminarında bunu birbaşa həll edəcəyik. Kişinin beynində duyğu necə kodlaşdırılır, qadın hisslərini necə doğru dillə deməlidir, bunların hər birini öyrənəcəksiniz. Elə öyrənəcəksiniz ki, kişi sizi ilk dəfə dinləməyə və anlamaya başlayacaq.